Əziz və dəyərli izləyicilərim, hər vaxtınız xeyir olsun. Ümid edirəm ki, hər biriniz yaxşısınız. Yeni videomuzda xoş gördük hər birinizi. Bugün sizinlə 2016-cı il 1-ci qrup qəbulun testlərinə baxırıq. Deməli, 1-ci qəbulun testləridir bu 22 may 2016-nın. Başlayaq. 26. Verilmiş sarğacda cərəyan şiddətinin dəyişmə sürəti 2 dəfə artarsa, onda yaranan öz-özünə induksiya EHG-si necə dəyişər? Öz-özünə induksiya EHG-sinin düsturu -L delta I bölünsün delta T-dir. İndi burada verilmiş sarğac dediyinə görə L sabitdir, induktivlik dəyişmir. Cərəyan şiddətinin dəyişmə sürəti isə delta I bölünsün delta T-dir. Bax, bu kəmiyyət 2 dəfə artanda, təbii ki, epsilonda 2 dəfə artacaq. Doğru cavab Y variantı. 27. Verilmiş radiuslu çevri üzrə hərəkət edən cismin dövrətmə tezliyini azaltdıqda, onun dövrətmə periodu və mərkəzə qaçma təcili necə dəyişir? Dövrətmə tezliyi azalanda period neyniyər? Periodla tezlik demişik ki, tərs kəmiyyətlərdir. Biri azalanda digəri artar, period artar. Bəs təcil neyniyər? Təcil bərabərdir. Verilmiş radiuslu dediyinə görə düsturumuzda radius olmalıdır. Gedirik təcilin həm tezliklə, həm də radiusla olan düsturun yazmağa. 4 pi kvadratı n kvadratı. Yəni, bu təcilin hansı düsturda? Omega kvadratı R düsturudur. Omeganı kvadrata yüksəldib qoyuruq. Burada tezliyi mən n-dən yazdım. Bu tezlikdir, yəni n-dən. Aha. Burada da tezlik azaldığına görə təcil də azalacaq, çünki düz asılıdır. Onda period artar, təcil azalar. Doğru cavab olur D variantı. 28. Nöqtəvi müsbət Q yükünün A nöqtəsində yaratdığı elektrik sahəsinin potensialı F olarsa, B nöqtəsində onun qiyməti nəyə bərabər olar? Potensialın düsturunu yazaq. F bərabərdir KQ bölünsün R-dir. Nöqtəvi yükdən A-ya qədər məsafə 2 bölgüdür. R-in yerinə 2 yazarıq, hər bölgünü 1 qəbul edəsək. A nöqtəsində. Və bu da deyir F-yə bərabərdir. İndi bizdən B-dəkin soruşur. KQ bölünsün, həmin yüklü deyə K eyni, Q eyni. Buradan B-yə qədər məsafə nə qədərdir? 4. Biz indi bunu F ilə ifadə eləməliyik də. KQ bölünsün, 4-ü 2 vur 2 yazsaq və bu KQ böl 2-ni burada nə demişik? F demişik. F ilə əvəz eləsək, F bölünsün 2 olar. Yəni, doğru cavab B variantı olacaq. 29. Düzxətli bərabər sürətli hərəkətdə gedilən yol ilə yerdəyişmə vektorun modulu arasında hansı münasibət doğrudur? Əgər cisim düz xətt üzrə və bərabər sürətlə gedirsə, gedilən yol və yerdəyişmə bir-birinə bərabər olur. Ona görə də doğru cavab A variantı. Digər bütün hallarda isə gedilən yol yerdəyişmənin modulundan böyük olacaq. 30. Sabit tezlikli dəyişən cərəyan dövrəsinə qoşulmuş sarğacın induktivliyini 4 dəfə azaltdıqda cərəyan şiddətinin amplitud qiyməti necə dəyişər? Gəlin cərəyan şiddətinin amplitud qiymətinin düsturunu yazaq. Deməli, dəyişən cərəyan dövrəsinə sarğac qoşulduğuna görə IM üçün yazırıq ki, UM bölünsün XL. XL-in də düsturunu açsaq, omega L. Omeganı da açsaq, bizə tezlikdir. Tezliyə gətirməliyik 2 pi n L. İndi burada tezlik sabitdir. 2 pi dünəndən sabitdir. UM-i də bizə sabit verib. İnduktivlik ilə necə asılıdır? Tərs mütənasib asılıdır. Ona görə də induktivlik 4 dəfə azalanda cərəyan şiddətinin amplitud qiyməti 4 dəfə artacaq. Doğru cavab Y variantı olur. 31. İnduktivliyi bu qədər olan sarğacdan keçən yük verilibdir. Maqnit sahəsinin enerjisi. Maqnit sahəsinin enerjisi L kvadrat bölü 2 düsturu ilə hesablanır. Bizdəki Q bərabər 5T veriləndə Q-nun düsturu bilirik ki, I vurulsun T-dir. Yəni, buradakı 5-in qiyməti, 5 nəyin qiymətidir əslində? I-nin, cərəyanın. İndi gedib qoyaq yerinə 80 vurulsun 10 üstü -3 vurulsun 5-in kvadratı bölünsün 2. Burada da 80-i 2-yə bölsək 40, 40-ı da 25-ə vursaq
eləyəcək 1000. 1000-dən də 10 üstü mənfi 3 getsə sadəcə 1 joule qalar. Doğru cavab C variantı olur. 32. Bir cins maqnit sahəsində çevri üzrə hərəkət edən yüklü zərrəciyin 4-3 periodda yer dəyişməsinin modulu. 4-3 periodda yer dəyişmə modulu bilirik ki, kök altında 2R-dir. R-in də yerinə MV bölünsün QB yazsaq, doğru cavab olur B variantı. 33. İstilik vermənin hansı növləri vakuumda baş verə bilər? Biz demişik ki, yalnız vakuumda baş verən şüalanmadır. Qalanları vakuumda baş verə bilmir. Ona görə doğru cavab Y variantı olur. 34. Sərbəst harmonik rəqs edən maddi nöqtənin maksimal təcili hansı ifadə ilə müəyyən olunur? Təcilin amplitud qiyməti xm omega kvadratıdır. Xm qalsın, omeganın yerinə 4 pi kvadratı, nu kvadratı yazsaq, doğru cavab D variantı olacaq. 35. Hansı qrafik verilmiş materialdan hazırlanmış naqilin xüsusi müqavimətin uzunluqdan asılı? Xüsusi müqavimət yalnız maddənin növündən və temperaturdan asılıdır. Başqa heç bir kəmiyyətdən asılı deyil. Doğru cavab olur B variantı. 36. İki mühit sərhəddində düşən qaydan və sınan şüalar verilib. Qayıtma bucağı. Qayıtma bucağı hansı bucaqdır? Qayıdan bucaqla səthin normalı arasında qalan bucaq. Burada da onda qayıdan şüa budur. Qayıdan şüa ilə normal arasında qalan bucaq 2 bucağıdır. Ona görə doğru cavab olur Y variantı. 37. Aşağı hərəkət edən liftin sürətinin modulunun zamandan asıllıq qrafiki verilmişdir. Hərəkət aşağıdır, yəni sürət aşağıdır. Bu o demək deyil ki, biz o saat çəki üçün minus plus yaza bilərik. Yox. Sürətin istiqaməti bizə ona imkan vermir ki, biz çəkiyə o saat üstəgəl və yaxud çıxma A yazaq. Biz çəkini nəyə görə yazırıq? Təcilin istiqamətinə görə. Təcil yuxarıdırsa üstəgəllə, aşağıdırsa çıxma ilə. İndi təcili necə müəyyən eləyək burada? Baxıram qrafikə. Qrafikdə hansı hərəkətin qrafiki verilib? Düz xətli bərabər yeyinləşən hərəkət. Bərabər yeyinləşən hərəkətdə təcil sürətlə necə istiqamətdədir? Eyni istiqamətdə. Əgər V aşağıdırsa, təcil haradır? Təcil də aşağıdır. İndi gedib çəkiyə düstur yazarıq ki, P bərabərdir, M vurulsun, J çıxılsın A. Çünki təcil aşağıdır. Bərabərdir, 60 vurulsun, 10 çıxılsın. Təcil yoxdur əlimizdə. Gəlin onda əvvəlcə təcili tapaq. Demək, sürət 0-dan 6-ya artanda 3 saniyə vaxt keçib, təcilimiz 2-dir onda. 10 çıxılsın 2, o da bərabərdir. 60 vurulsun 8, o da eləyir 480. Doğru cavab olur Y variantı 37-də. 38. Proton induksiya xətləri istiqamətində bir cins maqnit sahəsinə daxil olur. Əgər proton induksiya xətləri istiqamətində və ya əksinə daxil olursa, yəni yüklü zərrəcik, bu zaman sürət vektoru ilə B vektoru arasındakı bucaq ya 0 ya 180 olur və hər ikisi sinus alfası 0 olduğuna görə ona qüvvə təsir etmir və qüvvə təsir etmir. Ağırlıq qüvvəsinin də təsirini bizə deyir nəzərə alma. Onda heç bir qüvvə təsir eləməsə, sadəcə düz xətli bərabər sürətli hərəkət edəcək. Doğru cavab D variantı. 39. K açarı 1 və 2 vəziyyətində olduqda ampermetrin göstərişi nəyə bərabər olar? I-nin düsturu I bərabərdir, epsilon bölünsün, R üstəgəl R-dir. Əvvəlcə baxıram elə bu vəziyyətdə olanda, yəni 1 vəziyyətində olanda. 1 vəziyyətində olanda baxaq görək cərəyan hardan gedir? Müsbət tərəfdən gedir və oradan keçə bilmir, buradan keçir və gedir çatır mənfiyə. Bəli, normal şəkildə biz bu düsturdan hesablaya bilərik. 6 bölünsün, R-imiz 2-dir, kiçik yerdə 1-dir. Burada eləyir 6 bölünsün 3, yəni 2. Birincidə 2 olan cavabları saxlayırıq. İndi bəs neyniyək? İkinci hala baxaq. Burada deməli, bura qalsın. Açarı bağlasaq,
Cərəyan həmişə nə deyirik? Hansı yolu seçir? Asan yolu. Cərəyan gəlir burada, baxır, fikirləşir. Deyir, aşağıdan getsəm, burada qarşımda maneə var. Amma buradan getsəm, burada maneə yoxdur, asan yoldur. Cərəyan təbii ki, buranı seçib keçir. Ona görə də ampermetrdən ümumiyyətlə cərəyan keçmir iki vəziyyətində. Yəni, iki vəziyyətində ampermetrin göstərişi 0-a bərabərdir. Doğru cavab olur D variantı. 40. Nisbi uzanmanın vahidi, nisbi uzanma olduğuna görə ölçü vahidi yoxdur. C variantı. 41. Hansı keçid görünən şüalanmadır? Şüalanmadırsa ox aşağı olmalıdır. Görünəndirsə ikinci enerji səviyyəsinə olmalıdır. İkinci enerji səviyyəsinə baxın, yalnız bir xətti keçibdir. Ona görə də doğru cavab olur Y variantı. Hansı qrafik 42-də fotoeffekt zamanı metalın səthindən 1 saniyədə qopan elektronların düşən işığın intensivliyindən asıllığını göstərir? Düşən işığın intensivliyi nə qədər çox olarsa, katodun səthindən 1 saniyədə daha çox elektron qopar. Ona görə də I ilə düz asılı olacaq. Yəni, burada doğru cavab C variantı olur. 43-ə baxaq. Potensial enerjinin hündürlükdən asıllıq diaqramında hansı nöqtə cismin kütləsinin ən böyük qiymətinə uyğundur? Potensial enerjinin düsturunu yazsaq MGH, buradan M-i tapsaq, Y potensial bölünsün J-dir. JH-dır daha doğrusu. İndi burada potensial enerji ilə kütlə düzmü tənasibdir? Yəni ki, potensial enerji çox olsa, kütlə də çox olar. Amma H-dan tərs asılıdır. Kütlənin ən böyüyü deyəndə kütlənin böyük olması üçün potensialın böyük, H-ın kiçik olması lazımdır. Yəni, həmin nöqtə potensial enerji oxunda maksimumda olmalıdır. H oxunda, hündürlük oxunda minimum olmalıdır. Həmin nöqtə bir nöqtəsidir. Niyə? Baxın, potensial enerji də sıfırdan ən uzaq nöqtədir. Amma H üçün baxsa, sıfıra ən yaxın nöqtədir. Ona görə doğru cavab olur burada A variantı. 44. Kub formalı eyni bir cism 1 və 2 mayələrin səthində üzür. Hansı mülahizə doğrudur? Hər ikisində üzür, hər ikisi deməli fərqli mayələrdir. Bu fərqli mayə olduğunu hardan bilirik? Burada mayənin sıxlığı 1 olsun, burada mayənin sıxlığı 2 olsun. Amma eyni bir cisimdir. Bu rho cisim eynidir. Hardan bildik fərqli mayə olduğunu birinci? Çünki baxırıq ki, hər mayədə cismin batma dərəcəsi fərqlidir. Birincidə az batıb, az hissəsi batıb. Cismin həcminin az hissəsi batıb. İkincidə isə birinciyə nisbətən daha çox batıbdır cisim. İndi baxaq görək hansılar doğrudur 44-də. Deməli, bizə birdə deyir ki, cismin sıxlığı hər iki mayənin sıxlığından böyükdür. Bu tamamilə yanlışdır. Nəyə görə? Mən bayaq batıb sözünü işlədəndə nəyi demək istədim? Batan hissənin həcmini demək istədim. Cisim mayədə batarsa mayənin dibinə enməlidir. Yəni, burada səthdə üzür. Zaten bunu bizə deyir. O sizi çaşdırmasın. İndi birincinin səhv olduğunu necə bilək? Əgər cismin sıxlığı hər iki mayənin sıxlığından böyük olsaydı, cisim gəlib burada durardı. Mayənin dibinə batmalıydı. Amma bu üzündə daxı ona görə bir tamamilə yanlışdır. İkinci sual. Birinci mayənin sıxlığı ikinci mayənin sıxlığından böyükdür. Baxaq görək, birinci maye cismi daha çox sıxışdırıb çıxarıb. Bəli. Amma ikinci mayəyə cisim az qalır ki, tamam batsın. Əgər mayənin sıxlığı cismin sıxlığından böyük olsaydı, o cismi sıxışdırıb çıxarırdı yuxarı. Yəni, cisim mayənin səthində üzürdü. Düzdür, hər ikisində səthində üzür. Amma baxırıq ki, birincidə daha çox səthində üzür, nəinki ikincidə. Birincinin sıxlığı çoxdur ki, elə bil belə deyim də sizə loru dildə, gücü çatır da bu cismi daha çox sıxışdırmağa, çölə çıxartmağa, daha çox çölə çıxardıbdır birinci mayə cismi. Amma ikincidə çox çıxara bilmir də. Görsünüz, biraz hissəsi çöldə qalıbdır. Ona görə də 2 doğrudur. İkili cavablardan olacaq. Deməli, C variantı da çıxdı. 3-ə baxsaq, cismə birinci mayədə təsir edən Arximed qüvvəsi ikinci mayədəkindən kiçikdir. Bu səhvdir. Nəyə görə? Çünki hər iki halda eyni bir cisim səthdə üzür.
Səthdə üzürsə, Arximed nə idi? mj-yə bərabər. Hər ikisində eyni cism üzürdəyə. M eynidir hər iki halda, j onsuz eyni. Deməli ki, Arximed də eyni olmalıdır. Deməli, burada doğru cavab yalnız 2. Yəni A variantı. 45. Eyni bir cisim müxtəlif mail müstəvilərdə sürüşür. Hansı halda dayağın reaksiya qüvvəsi ən kiçik olar? Dayağın reaksiya qüvvəsinin düsturu mj kosinus alfadır. Kosinus alfa, deməli alfanın qiyməti artdıqca kosinus alfanın qiyməti azalır. Bizə də deyir reaksiya qüvvəsi ən kiçik olsun. İndi reaksiyanın kiçik olması üçün kosinus alfa kiçik olmalıdır. Kosinus alfanın kiçik olması üçün alfa böyük olmalıdır. Bizim ən böyük bucağımız hardadır? 4-də. Deməli ki, doğru cavab olacaq B variantı 45-də. 46. Kütlələri eyni olan 3 maqnit ipdən asılmışdır. İkinci və üçüncü maqnitə şəkildəki kimi maqnitlər yaxınlaşdırıldıqda iplərdə yaranan gərilmə qüvvəsinin modulları arasında hansı münasibət doğrudur? Baxın, birinci halda aşağı çəkən yalnız mj-si var. Başqa heç bir şey yoxdur burada. İkinci halda bunu aşağı çəkən mj var. Bir də burada maqnit bir S qütbü ilə N qütbü neyinir? Bir-birini çağırır. Bir-birinə doğru cəzb olunur da. Burada bir də cəzb etmə qüvvəsi var. Buna da deyək F. Üçüncü halda burada bir dənə mj-si var. S-i itələyir axı. Ona görə bunun yuxarı bir dənə F-i var. Həmin o F-dən. İndi baxaq. T1-imiz mj-yə bərabərdir. T2-miz mj üstəgəl F-ə bərabərdir. T3 isə mj çıx F-dir. Nəyə görə? T3 ilə F-in cəmi mj-ni verirsə, T3-ü buradan tapanda mj çıxılsın F-dir. Baxıram ki, birinci mj-dir, ikinci mj-dən daha çoxdur. Demək T2 daha böyükdür. T2 böyükdür. Üçüncü isə mj-dən azdır. Demək T1-dən də azdır da. Bu elə bir ki T1-dir də. Sanki belə deyək. T3 bərabər T1 çıx F. T1-dən azdır. Deməli ki, sonra T1 böyükdür. Ən axırda da T3. Yəni T3 hamısından kiçikdir. Bu variant da harda var? D variantında. Doğru cavab olur. 47. Kütləsi 12 kiloqram olan ideal qaz 50 kilopaskal təzyiqdə bu qədər həcm tutursa, irəliləmə hərəkətin orta kvadratik sürəti. Deməli, orta kvadratik sürətin bu verilənlərə uyğun düsturun yazsaq, kök altında 3PV bölünsün M bərabərdir. 3 vurulsun, 50 vurulsun, 10 üstü 3 vurulsun, 9,8 bölünsün 12. İndi gəlin bunu hesablayaq. Deməli, 3 ilə 12-ni ixtisar aparsaq 4. 4 ilə də 50-ni ixtisar aparsaq 2, 25. 2 ilə də bunu aparsaq 4,9 qalar. Əlimizdə nə qalıb? 25 vurulsun. 4,9-u da 1000-ə vuranda 4900 eləyir. Buradan da kökdən çıxır 5 vurulsun 70. Cavab olur 350 metr bölünsün saniyə. 48. Haman üfüqi səthdə qoyulmuş M, 2M və 3M kütləli 3 kub sapla bir-birinə bağlanmışdır. M kütləli kub F bərabər 12 Newton qüvvə ilə dartılır. Sapın gərilmə qüvvəsini hesablayın. Bunlarda deməli necə baxırdıq? F qüvvəsi hansı kütləli cisimləri dartır? M-adır da əvəzləyici qüvvə. İndi baxın. F qüvvəsi buradan dartanda bunların hər üçün arxasıca aparır da. Onda yazaram M, 2M, 3M vurulsun A. Bəs yaxşı, gərilmə qüvvəsi nəyi dartır? Gərilmə qüvvəsi özündən əvvəlkiləri dartır. Yəni 2M üstəgəl 3M vurulsun A. İndi bunları tərəf-tərəfə bölsək, A'lar gedəcək. Yuxarıda qalır 6M, aşağıda qalır 5M. M'lər də gedər. İndi yerinə qoysaq 12-nin T'yə nisbəti bərabərdir 6-nın 5-ə nisbəti. Buradan da çarpaz vursaq 6T bərabərdir 60, T də bərabərdir 10 Newton olacaq. Doğru cavab 10. Sonra gedək hara? 49-a. Müstəvi kondensatorun yükünü azaltdıqda.
Kondensatorun yükü azalırsa, Q bərabərdir SU düsturuna əsasən, burada S dəyişməz, çünki tutum yükdən asılı deyil. Üzr istəyirəm. Deməli, burada yük azalıbsa, gərginlik azalıb, çünki tutum dəyişməyibsə, yük gərginliyin hesabına azalıb. Gərginliyin azalar variantı 2-dədir. Tutum asılı deyil dedik. Enerjiyə baxsaq, enerji bərabərdir. Q kvadrat bölü 2S-dən baxsaq, ki düsturdakı kəmiyyətlərdən biri sabitdir, digərinin dəyişməsinə uyğun enerjinin bilə bilərik. S sabitdir burada, Q isə azalıb. Q ilə enerji düz asılı olduğuna görə enerji də azalar. Onda burada doğru cavab 2 və 6 olacaq. Nəhayət sonuncu sualımıza çatdıq. Uyğunluğu müəyyən edin. Rəqs konturunun sarğacındakı cərəyan şiddətinin zamandan asıllıq qrafiki verilib. 1-2 hissəsində. Deməli, 1-dən 2-yə gələndə baxıram ki, sarğacdakı nə dəyişir? Sarğacdakı maqnit və enerjisi. Tamam. Deməli, baxın, 1 nöqtəsində I maksimumdur. 1-dən 2-yə gedir. 1-də I maksimumdur. I-nin maksimum olmağı nə deməkdir? Sarğaca aid kəmiyyətlər maksimumdur. Yəni, burada sarğac maksimumdur. Sarğac maksimum. Burada isə onda kondensatorun kəmiyyətləri maksimum olacaq da. Çünki 1-dən 2-yə getdikcə maksimumdan 0-a enir I. Onda deməli, nə artır? Kondensatora aid kəmiyyətlər artacaq. Baxaq, kondensatordakı gərginlik, kondensatordakı elektrik sahəsinin enerjisi 1-ə uyğun gedir A-dan S. Bəs nə azalır? Sarğaca aid kəmiyyətlər. Sarğacdakı maqnit seli və sarğacın enerjisi. Yox, Y deyil. Nə sabit qalır? Tam enerji sabit qalır. Onda 1-ə olur AC, 2-yə BD, 3-ə də uyğun olur Y. Doğru cavab belə olur. Ümid edirəm ki, bütün sualların izahı sizin üçün aydındır. Aydın olmayan bir şey olarsa, bu zaman rəylərdə geri dönüşlə bildirə bilərsiniz. Mən bacardığım qədər yenidən izah verməyə çalışaram. Və sınaq qrupumuza qoşulmaq istəyirsinizsə, burada qeyd etdiyim nömrə ilə əlaqə saxlayaraq qoşula bilərsiniz. Qeyd edim ki, sınaq qrupuna artıq bu həftədən etibarən hər həftə 4 sınaq atılıb və bir neçə gün sonra həmin sınaqların da izah videoları paylaşılır. Ümid edirəm ki, faydalana bilirsiniz. Əgər faydalanırsınızsa, kanalımıza abunə olmağı, rəy yazmağı, paylaşmağı, bəyənməyi unutmayın. Növbəti videolarda görüşənə qədər hələlik.